Cəmi 6 mm qalınlığı olan Motorola Edge 70 son dövrlərin ən maraqlı modellərindən biridir. Hazırda qiyməti təxminən 1400 manatdır. Bəs onu almağa dəyərmi? Motorola bu modeldə əsas diqqəti nazik dizaynla böyük batareyanı bir araya gətirməyə yönəldib. Telefon 4800 mAh həcmində silikon karbon batareyaya malikdir və gündəlik istifadədə bir günü rahatlıqla başa vurur. Üstəlik Turbo Power sürətli şarj dəstəyi də var. Bununla belə silikon karbon batareyalar hələ yeni texnologiya olduğu üçün uzunmüddətli performansı barədə yekun fikir formalaşmayıb. Telefonun qalınlığı cəmi 5.99 mm, çəkisi isə 159 qramdır. Buna görə də əldə çox rahat hiss olunur. IP68 və IP69 sertifikatları sayəsində suya və toza qarşı da kifayət qədər davamlıdır. 6.7 düymlük POLED ekranı, 120 Hz yenilənmə tezliyi və yüksək parlaqlıq göstəricisi ilə gündəlik istifadə və multimedia üçün yaxşı təcrübə təqdim edir. Performans tərəfdə Snapdragon 7 Gen 4 prosesoru istifadə olunub. Bu çip flaqman səviyyəsində olmasa da, sosial şəbəkələr, gündəlik istifadə və hətta PUBG Mobile kimi oyunlar üçün kifayət qədər güclüdür. Kamera hissəsində 50 megapiksellik Sony əsas sensor və 50 megapiksel ultra geniş bucaqlı kamera yer alır. Gündüz və gecə çəkilişlərində yaxşı nəticələr göstərsə də, ayrıca telefoto kameranın olmaması bəzi istifadəçilər üçün çatışmazlıq sayıla bilər. Ümumilikdə Motorola Edge 70 nazik dizaynı, keyfiyyətli ekranı və balanslı performansı ilə diqqət çəkir. Amma maksimum performans və flaqman səviyyəsində kamera axtarırsınızsa, alternativ modellərə də baxmaq faydalı olar. Ətraflı icmalı izləmək üçün YouTube'da Alt 404 kanalını ziyarət etməyi unutmayın.